Salam uşaqlar. Bugün say sistemləri üzərində toplama və çıxma əməllərinə baxarıq. Sadə mövzuda, amma sadə olduğu qədər də diqqət ediləsi məqamları var. Say sistemləri üzərində toplama və çıxma əməlləri onluq say sisteminə istinadən aparılır. Yəni onluq say sistemində hansı qaydaları tətbiq edirdiksə, yəni hansı alqoritmlə toplama və çıxmanı yerinə yetirirdiksə, digər say sistemlərinə də eynisini tətbiq etmək olar. Nə edirik? Gəlin ilk öncə onluq say sistemində biz toplama və çıxmanı necə yerinə yetiririk, onu bir daha yadımıza salaq. Sadə olsa da diqqətlə bir daha təkrarlayırıq. İlk öncə sadə qaydada onluq say sistemində toplama və çıxma var idi. Bir də onluq ayırmaq var idi. Onluq ayırmaq ya da borc almaq. Yəni çıxmada və yaxud toplamada. Məsələn, baxın, sadə qaydada toplama çıxma necə yerinə yetirilirdi onluq say sistemində? Verilib bizə 123 onluqda, üzərinə gəlsin 62 onluqda. 3 üstü 2 eləyir 5, 2 üstü 6 eləyir 8, bir də düşür aşağı. Yəni nə eləyir? 185. Bu sadə toplamadır və yaxud çıxmanı deyək. 863-dən mən çıxmaq istəyirəm 322-ni. Bu da 3-dən 2 çıxırsan eləyir 1, 6-dan 2 4, 8-dən 3 5. Bunlar sadə şəkildə onluq say sistemində toplama və çıxma əməlləridir. Sadə qaydada. Bir də ki, onluq ayırmaq və yaxud borc almaqla toplama və çıxma var. Bilirik ki. Məsələn, belə deyək, 121-dən 121-in üzərinə gəlmək istəyirəm 98-i. 1 üstə 8 gəlirəm, eləyir 9. Amma 2 üstə 9 gələndə 11 eləyir. Artıq onluq say sistemində 11 rəqəmi olmadığı üçün neynəyirik? Bir dənə onluq ayırırıq. Onluğu necə ayırırıq? 11 elədi, 2 üstə 9. 11-dən 10 çıxdıq, bir dənə təklik qaldı. Neynədir? 10 çıxdıq, neynədir? Bir onluq ayırdıq. Bir yazdıq, bir yadda. Ondan sonra 1, o da 1, elədi 2. Elədi 219. Yəni, onluq ayırmaqla toplamanı bu qayda ilə yerinə yetirirdik. Və yaxud da ki, çıxmanı borc almaqla. Ta ki, 121-dən mən bu səfər 98-ə çıxmaq istəyirəm. 1-dən 8 çıxa bilmirəm. Nə edirəm? Gedib 2-dən borc alıram. Neçəlik say sistemində borc alıram? Onluq say sistemində. Onluq say sistemində əgər borc alıramsa, 1-10 borc alıram. 10 üstə 1 eləyir 11. 11-dən 8 çıxırsan eləyir 3. Burada qaldı 1. 1-dən 9 çıxmaq olmur. 1-dən 9 çıxmaq olmur. Neyinirik? Gedib bu 1-dən borc götürürük. Nə götürürük borc? 10 götürürük. 10 üstə 1 elədi 11. 11-dən 9 elədi 2. Elədi nə? 23. Aydındır. Baxın, bu dediklərimizi digər say sistemlərinə də tətbiq etmək olur. Yəni, necə ki, biz onluqda borc alırıq, onluq ayırırıq. Eləcə də ikilik say sistemində də ikilik ayıra bilərik və yaxud borc ala bilərik. 2 borc ala bilərik. Və yaxud 8-likdədirsə 1 8-lik ayıra bilərik toplama zamanı və yaxud çıxma zamanı 8 borc ala bilərik. Yəni bunları digər say sistemlərində də analoji qayda ilə bu alqoritmi tətbiq edə bilərik biz. Və yaxud uşaqlar. Bir də onluq say sistemində çıxma zamanı ən çox qarşılaşdığımız nədir? Tutaq ki, 1000-dən 12-ni çıxmaq ya da 10.000-dən 12-ni çıxmaq. Bu kimi qaydada, məsələn, baxın, yazırıq ki, 10.000 çıxılsın 12 onluq say sistemində. 0-dan 2 çıxmaq olmur, gedib 1-dən borc götürürük. Onluq say sistemində borc götürəndə 10 borc götürürük, düzdürmü? 10-dan 2 çıxırıq 8. Daha sonra, bu 1-dən borc alanda 10.000-dir, bir borc götürsək, bu 999. 9999-a düşür də. Bu nə olacaq? Bunlar hər biri 999 olacaq. Yəni, əgər onluq say sistemində borc alıramsa, bu arada qalan sıfırlar onluq say sisteminin ən böyük rəqəmi ilə əvəz olunur. Onluq say sisteminin ən böyük rəqəmi də nədir? 9-dur. 9-dan 1 çıxırsan eləyir 8. 9 gəlir aşağı, 9 da gəlir aşağı. Eləcə 9988. İndi baxın uşaqlar. Bu dediklərimi, yəni nələr idi? Bir sadə qayda bütün say sistemlərində eyni mövqedə, eyni qayda ilə icra olunur. Yəni mövqeli say sistemlərində. Bunu yəni elə bilməyən yoxdur, bilirsiniz. Onluq ayırmaqdır,
borc almaqdır və yaxud bu dediyim qaydanı, alqoritmi tətbiq eləməkdir. Bunları digər say sistemlərində eyni ilə biz tətbiq edə bilərik. Heç bir fərq yoxdur. Məsələn, gəlin baxaq. Da ki, ikilikdə eyni tipli tapşırıq verilib bizə uşaqlar. Məsələn, baxın, ikili say sistemində 1 var sadə qaydada. Mənə deyib ki, 1, 0, 0, 1. Üstünə gəlinsin 1, 0, 0. Nə var bunu toplamaq? 1 üstə 0 elədi 1, çünki ikilikdə 1 var. 0 üstə 0 elədi 0, 0 üstə 1, 1, 1 də düşdü aşağı. Yəni, ikilikdə bunu toplamaq sadədir. Amma əgər ikilikdə mən belə bir toplama aparıramsa, üzərinə gəlinsin 1, 1, 0, 1. Artıq bunu toplamaq istəyirəmsə, artıq burada ikilik ayırmaq lazım gəlir. Baxın, ikilikdədir. Burada indeksini qeyd edək. 1 üstə 1 eləyir 2. İkilik say sistemində 2 rəqəmi yoxdur. Onda nə edirik? Bir ikilik ayırırıq. İkilik ayırmaq nə deməkdir? 2-dən 2 çıxırıq. 0 yazırıq, 1 yadda. 1 üstə 0 eləyir 1, o da 1, elədi 2. 2 ikilikdə yoxdur. 2-dən 2 çıxırsan, 0 yazırsan, 1 yadda təkrar. 0 üstə 1, 1, o da 1, elədi 2. 2-dən 2 çıxırsan, 0 yazsan, 1 yadda. 1 üstə 1, elədi 2, o da 1, elədi 3. 3 ikilikdə yoxdur. 3-dən 2 çıxırsan, 1 yazırsan, 1 yadda. 1, o da 1, 2. 2 ikilikdə yoxdur. 2-dən 2 çıxırsan, 0 yazsan, 1 yadda. O 1 də gəlir qarşıya. Bu oldu ikilik ayırmaqla ikilik say sistemində toplama. Və yaxud çıxma əməlinə baxaq ikilikdə. Məsələn, baxın bizə verilib ikilikdə çıxma. 1, 0, 1. Çıxılsın 1, 1. İkilikdə. 1-dən 1 çıxanda elədi 0. Yəni 0-dan 1 çıxmaq istəyirəm, çıxa bilmirəm. Gelib nə edirəm? 1-dən borc götürürəm. İkilikdə borc götürürəmsə 1, 2 borc götürürəm. 2-dən 1 çıxırsan eləyir 1. Düzdürmü? Burada nə qaldı? 0-da 0 gəldi aşağı. Oldu 1, 0 ikilikdə. Və yaxud, bayaq dediyim kimi, belə bir ikilikdə qayda verilir. 1, 0, 0, 0, 0, 0. Bundan da çıxmaq lazımdır. 1, 1, 1. Məsələn, 0-dan 1 çıxmaq olmur. Neyinirik? Gedirik buradan 1 borc alırıq. Buradan 1 borc götürəndə ikilik say sistemində 2 borc götürürük. Buradan 2 borc götürəndə bu yerdə qalan sıfırlar hər biri say sisteminin ən böyük rəqəmi ilə əvəz olunur. Necə ki, onluq say sistemində 9-larla əvəz olunurdu, eləcə də ikilik say sistemində 1-lərlə əvəz olunur. İndi baxın. 2-dən 1 çıxırıq eləyir 1. 1-dən 1 çıxırıq eləyir 0. 1-dən 1 0, 1, 1. İkilik say sistemində. Belə. İndi gəlin eynisini digər say sistemlərində də tətbiq edək. Əsasən də 8-lik və 16-lıq say sistemində bir dənə də əlavə say sistemində tətbiq edək. Məsələn, 8-lik say sistemində eyni qaydada tapşırıq həllərinə baxaq. Biri sadə qaydada. Məsələn, 8-likdə mənə verilib 375 çıxılsın 12. 8-lik say sistemində. Bunu çıxmaq asandır. 5-dən 2 3, 7-dən 1 6, 3. 363 8-likdir. Bu sadə. Bir də var ki, dediyimiz kimi. Məsələn, verilib bizə 642 8-likdə. Mənə deyir ki, çıx buradan 77-ni. Yenə də 8-likdə. İndi baxın. 2-dən 7 çıxmaq olmur. Neyinirik? Gedib bu 4-dən borc alırıq. Hansı say sistemində borc alırıq? 8-lik say sistemində. Əgər 8-lik say sistemində borc alırıqsa 8 borc alırıq. 8 2 eləyir 10. 10-dan 7 çıxırsan eləyir 3. Ondan sonra burada qaldı 3. 3-dən 7 çıxmaq olmur. Gedib 6-dan borc alıram. 6-dan borc alıram. Nə borc alıram? 8 borc alıram. 8 üstə 4 elədi 12. 12-dən 7 çıxdım elədi 5. Burada da qaldı 5. Elədi 553 8-likdə. Və yaxud toplama əməlinə baxaq 8-likdə. Tutaq ki, bizə verilib 1000 1, 2, 3, 4, 8-lik say sistemində üzərinə gəlinsin. 7, 6, 7, 8-likdə. İndi baxın. 4 üstə 7 eləyir 11. 8-lik say sistemində 11 yoxdur. 8-lik say sistemində 0-dan 7-yə qədər rəqəmlər var. Onda nə edirik? 11-dən 1 8-lik ayırırıq. 11-dən 8 çıxırıq. Eləyir 3. 3 yazırıq. 1 yadda. 3 üstə 6 elədi 9. O da 1 elədi 10. 18-likdə yoxdur. Ondan 8 çıxırıq.
2 yazırıq, 1 yadda. 2 üstə 7 eləyir 9, o da 1, 10. Ondan 8 çıxırıq. 2 yazırıq, 1 yadda. 1, o da 1, elədi 2. 2, 2, 2, 3, 8'li say sistemində. Və yaxud belə bir qayda çıxa bilər qarşımıza. Məsələn, ta ki bizə verilib 1, 0, 0, 1, 8'li say sistemində çıxılsın. Bir dənə 0 yazaq bura, çıxılsın 6, 8'li. İndi baxın, 1-dən 6 çıxmaq olmur. Neyini gedib bu 1-dən 8'li say sistemində borc alırıq. 8'li say sistemində 8 borc alırıq. 8 borc alanda, yəni neçə borc alırıqsa bu aradakı sıfırlar həmin say sisteminin ən böyük rəqəmi ilə əvəz olunur. Yəni 8'li say sisteminin ən böyük rəqəmi nədir? 7. Bunlar nə olur? 7'lərlə əvəz olunur. İndi bu 8 borc almışdıq. 8'i gəldik bu 1'in üzərinə. Elədir 9. 9'dan 6, 3. 7 qaldı. Düşdü aşağı. 7, 7. Elədir 7, 7, 7, 3. 8'li say sistemində. Bu belə. İndi 16'lıqda da uyğun nümunələrə baxaq. 16'lıqda hərflərin olması sizi çaşdırmasın. Hərflərimizi qeyd edək ki, burada bilirik ki, 0-dan 9'a qədər rəqəmlər gəlir. 16'lıq say sisteminin sonraki rəqəmləri ədədlərlə qarışıqlıq olmasın deyə, məsələn, 1, 0 ilə onu qarışdırmayaq deyə, nə edirik? Hərflərlə işarə edirik. A, B, C, D, Y və F ilə işarə edirik. A 10'dur, B 11'dir, C 12, D 13, Y 14 və F isə 15'dir. Bunları nəzərə almaq şərti ilə həmən qaydada, yəni eyni oxşar qaydada 16'lıq say sistemində toplama və çıxma əməlini yerinə yetiririk. Məsələn, çıxma verib bizə. Ta ki verilib 1, 2, 3, 8. 16'lıq say sistemində çıxılsın F9. 16'lıqda. İndi baxın. 8'dən 9 çıxmaq olmur. Neyinirik? 3'dən borc götürürük. Nə götürürük borc? 16'lıq say sistemində isə 16 borc götürürük. 16 üstə 8. 24. Düzdürmü? 24'dən 9 çıxırıq. Bax, burada 2 qalır. Buradan 2 qalır. Niyə 2 qalır? Çünki 3'dən 1 borc götürdü, 16 borc götürdü. Aydındır mı? İndi nə edirik? Gəlirik, buradan 16'dan 8, daha doğrusu 8'dən 9 çıxmaq olmur. Gedirik, buradan 1 borc alırıq, 16 borc alırıq. 16 üstə 8 edir 24. İndi 24'dən 9'u çıxırıq. Eləyir 15. 15 də bizdə nədir? 15 də bizdə F'dir. Yazırıq F. Ondan sonra burada qaldı 2. 2'dən F çıxmaq olmur. Yenə də nə edirik? Bu 2'dən borc götürürük. 2'dən borcu nə götürürük? 2'dən borc götürürük 16. 16 üstü 2 edir 18. 18'dən də 15'e çıxırıq eləyir 3. Burada nə qaldı? 1. Bu 1 də düşdü aşağı. Aydındır mı? Ondan sonra toplama əməlinə baxaq. Məsələn, bizə verilib A, C, D 16'lıqda üstünə gəlinsin. 90. 9B tutaq ki 16'lıqda. D bizdə bilirik ki 13'dür. B bizdə 11'dir. 13'ü də 11 eləyir 24. 24 16'lıq say sistemində yoxdur. Onda nə edirik? 24'dən 16 çıxırıq. Yəni 1 16'lıq ayırırıq. Eləyir 8. 8 yazırıq 1 yadda. Bu 1 nə idi? 1-dən 16'lıq idi, yadda saxladıq. Ondan sonra C üstə 9. C bizdə nə idi? 12. 12 üstə 9 eləyir 21. O da 1, 22. 22 16'lıqda varmı? Yox. Nə edirik? 22'dən 16 çıxırıq. Eləyir 6. 6 yazırıq 1 yadda. A o da 1, yəni 10 o da 1, 11. 11 də bizdə nə idi? B idi. Elədir B 6, 8, 16'lıqda. Və yaxud belə bir çıxma əməli ta ki bizə verilib. F 0, 0, 0, 0, Y. 16'lıqda. Bundan çıxmaq lazımdır. F S-ni 16'lıqda. İndi baxın. Y-dən S çıxmaq olur. Y bizdə 14'dür, S bizdə 12'dir. 14'dən 12 çıxanda eləyir 2. İndi 0'dan F çıxmaq olmur. Nə edirik? Gedib bu F-dən borc alırıq. 16'lıq say sistemində borc alanda nə eləyir? 16 borc alırıq. Bunlar nə edirlər? Bunlar hər biri 16'lıq say sisteminin ən kiçik rəqəmi ilə işarə, ən böyük rəqəmi ilə əvəz olunur. Ən böyük rəqəmi də nədir? F-dir. Bunlar hər biri nə olur? Bunlar hər biri F-ə çevrilir. Bu özü isə bir borc verdiyi üçün Y olur. İndi baxın.
Nə etmişdik? 16 borc almışdıq. 16-dan 15-i çıxırıq. Yəni F-i çıxırıq. Eləyir 1. F gəlir aşağı, bu F-də, bu F-də, burada da qalır Y 16 say sistemində. Aydın oldu. Məncə aydın oldu. İndi gəlin baxaq. Başqa bir dənə hər hansı bir say sistemində də eyni qaydaları yoxlayaq ki, yəni bilin ki, bütün mövqeyli say sistemlərində bu oxşar qaydada bu dediklərim tətbiq olunur. Siz də onlarda eyni qayda ilə tətbiq edəcəksiniz. Baxın uşaqlar, indi baxaq məsələn neçəliyə, baxaq 7-liyə. 7-li say sistemində toplama əməlinə baxaq. Bir sadə toplamaya baxaq. Bir sadə çıxmaya baxaq, ümumiləşdirməyə aparaq da. Bir borcla çıxmaya baxaq. Bir də nəyə baxaq? Bir də onun 7-lik ayırmaqla toplamaya baxaq. Bir də o dedi ki, xüsusi çıxma əməlinə də baxaq. Sadə qaydada, məsələn, toplama əməli uşaqlar 7-likdə. 122 üzərinə gəlsin. 50, 50 olmasın, 43. Məsələn, 7-likdə toplayırıq biz bunu. Yine bu indeksin burada yazıram. 2 üstü 3 eləyəcək 5. 2 üstü 4 eləyəcək 6. Bir də düşəcək qaydası. Amma 7-li say sistemində topladıq. Çünki 7-li say sistemində bu rəqəmlər var. Və yaxud çıxma yerinə yetiririksə əgər. Məsələn, baxın, 7-likdə çıxıram mən. 635 7-likdə. Bundan çıxmaq lazımdır. 12 7-likdə. Sadə qaydada yenə də 5-dən 2 çıxırıq eləyir 3. 3-dən 1 çıxırıq eləyir 2. 6 da gəlir 7-likdə. Yəni bunu rahat yerinə yetirmək olur. Bunları bildik. İndi 7-li say sistemində borc alaraq çıxmaya baxaq. Məsələn, tutaq ki, bizə verilib 324 7-likdə. Bundan çıxmaq lazımdır 65-i 7-likdə. Baxın, 4-dən 5 çıxmaq olmur. Neyinirik? Gedib 2-dən borc götürürük. Neçəlik say sistemində borc götürürük? 7-likdə. 7-likdə borc götürürüksə 1, 7 borc götürürük. 7 üstə 4 eləyir 11. 11-dən 5 çıxırsan eləyir 6. Burada nə qaldı? Burada qaldı 1. Çünki 1-in borc vermişdi. İndi 1 üstə 6-ya eləyir 7. 7-likdə 7 yoxdur. Düzdürmü? Onda nə edirik? Daha doğrusu toplama ilə qarşılayıb çıxma eləyirdik biz. Deməli, 1 qaldı buradan. 1-dən 6 çıxmaq olmur. Düzdürmü? Nə edirik? Gedib bu səfər bu 3-dən borc alırıq. 3-dən borc alırıq. 1, 7 borc alırıq. Gətirib bu 1-in üzərinə. 7 üstə 1 eləyir 8. 8-dən 6 çıxırsan eləyir 2. Burada nə qaldı? Burada da qaldı 2. Gəldi aşağı. Demək, bax, bir düzərindən keçirəm. 4-dən 5 çıxmaq olmur. 2-dən 1 7-lik borc alırıq. O borc aldığımız 7-ni 4 ilə cəmləyirik ki, 5-i çıxa bilək. 7 üstə 4 elədi 11, 11-dən 5 çıxdıq elədi 6. Burada qalmışdı 1. Çünki 1 borc bayaq bura vermişdik. Bir dənə 7-lik borc. Çünki o mərtəbə vahidi özü 7-lik say sistemindədir. İndi burada qalmışdı 1. 1-dən 6 çıxa bilmirik. Neyinirik? Gedib 3-dən borc götürürük. 3-dən nə borc götürürük? Yenə də 7 borc götürürük. 7 üstə 1 eləyir 8. 8-dən 6 çıxırıq 2. Burada nə qalmışdı? Burada da 2 qalmışdı. O 2 də düşdü aşağı. İndi 7-likdə toplam əməlinə baxaq. Məsələn, bizə verilib uşaqlar eyni qayda, eyni ədədi yazaq. Məsələn, yazaq 324. 324 deyil, bu 7-likdə 3, 2, 4 kimi oxunur. 3, 2, 4 7-likdə üzərinə gəlsin 2, 6, 5 7-likdə. Baxaq. 4 o da 5. 4 üstə 5 eləyir 9. Amma 7-liyin rəqəmləri 0-dan 6-ya qədərdir. 4 üstə 5 eləyir 9. 9 7-likdə yoxdur. 9-da nə edirik? 9-dan 7 çıxırıq. 2 yazırıq, 1 yadda. Bu 1 yadda nə idi? Bu yadda saxladığımız bir 7-lik idi. Bir dənə 7-lik yadda saxladıq. Ondan sonra 2 üstə 6 elədi 8. O da 1 elədi 9. 9 7-likdə yoxdur. 9-dan 7 çıxırıq. 2 yazırıq, yenə də 1 yadda. 3 üstə 2 5, o da 1 6. 6 7-likdə var mı? Var, yazırıq. Elədi 6 2 2 7-likdə. Bir də qeyd etdiyim kimi, məsələn, bizə verilib 3, 0, 0, 0, 0, 2, 7-likdə. Bundan çıxmaq lazımdır 64, 7-likdə. İndi baxın, 2-dən 4 çıxmaq istəyirəm. 2-dən 4 çıxmaq olmur. Nə edirəm? Gedib bu 3-dən borc götürürəm. Nə götürürəm? 7-likdə çıxdığım üçün 1, 7 borc götürürəm. Bir 7 borc götürürəmsə, yerdə qalan bu sıfırlar
Yeddilik say sisteminin ən böyük rəqəmi ilə əvəz olunur. Yeddilik say sisteminin ən böyük rəqəmi nədir? 6. Bunlar nə ilə əvəz olunacaq hər biri? 6'larla əvəz olunacaq. Bu da borc verdiyi üçün 2 qalacaq burada. 7 borc götürmüşdü. 7 üstü 2 gəldi bu 2'nin üstünə ki 4'ü çıxa bilək orada. 7 üstü 2 elədi 9. 9'dan 4 çıxdıq elədi 5. 6'dan 6 çıxdıq elədi 0, 6, 6, 6, 2. Belə. Məncə aydın oldu uşaqlar. Təkrar baxarsınız buna. Hissə say sisteminin təkrara keçmişlikdə sizin hissə göndərəcəm. Bunları YouTube'da da yerləşdirəcəm. Oradan izləyərsiniz. İndi bir dənə növbəti dərsdə sizə say sistemlər üzərində çevirmələrini izahını verəcəm. İndi bu dəfə buna baxın. Buna uyğun tapşırıqlar göndərəcəm. Bunu daha da möhkəmləndirək. Bilirsiniz də hər bir hissəni diqqətli şəkildə sadə mürəkkəb demədən öyrənin ki, heç bir boşluq arada qalmasın. Bir dəfə oldu ki, onu belə deyək ki, boşluqsuz öyrəndiniz, xırdalığına qədər dərk elədiniz. Ondan sonra hər bir şey sizə rahat gələcək, heç nə sizə çətin gəlməyəcək. İndi bunu belə deyək də hardan gəldiyini, onluq say sistemində necə yarandığını hər bir şeyi bu videoda izah eləmişəm. Diqqətlə dinləyərsiniz. Növbəti dərsdə say sistemlər üzərində çevirmələrin izahını verəcəm. Sağ olun uşaqlar.